Mərkəzi O1 və O2 nöqtəsində olan çevrələrin C kəsişmə nöqtəsi A-Y və B-D düz xəttlərinin ortaq nöqtəsidir. AB ortaq toxuna, BC bərabər 3, CD bərabər 9 və CY bərabər 5 olarsa, AC-ni tapın. Demək, şərtdə bizə BC-nin uzunluğunu 3 verib. Sonra CD-nin uzunluğunu verib 9. CY parçasının uzunluğunu verib 5. Biz tapmalıyıq AB-nin uzunluğunu. İlk olaraq birinci O1 mərkəzi çevrəyə baxsaq. O1 mərkəzi çevrədə AB toxuna, BD isə kəsəndir və C nöqtəsində çevrəni kəsibdir. Toxunan və kəsən arasındakı münasibətə görə yazmaq olar ki, AB-nin kvadratı bərabərdir, BC vurulsun BD. Deməli, bu O1 mərkəzli çevrə üçündür. O1 mərkəzli çevrə üçün. İndi keçək O2 mərkəzli çevrə üçün. O2 mərkəzli çevrə üçün. Həmin çevrədə isə yenə AB toxunandır. Ancaq bu dəfə AY kəsəndir. Onda həmin çevrədə deyə bilərik ki, AB-nin kvadratı bərabərdir. AC vurulsun AY. Bu yazdığımız bərabərliklərin sol tərəfləri bərabər olduğu üçün sağ tərəfləri bərabərləşdirə bilərik. Yəni yazmaq olar ki, BC vurulsun BD bərabərdir. AC vurulsun AY. İndi parçaların uzunluqlarını qeyd edək. BC-nin uzunluğu 3-dür. BD-nin uzunluğu olacaqdır 3 üstəgəl 9 bərabərdir. AC-nin uzunluğu deməli bilinmir. AC-nin uzunluğunu tapmaq lazımdır. Gəlin o x-i biz elə AC-nin uzunluğuna qeyd edək. X-i buradan silək və AC-nin uzunluğuna yazaq. Onda yazacaq x vurulsun AY-nin uzunluğu olur x üstəgəl 5. Bu tənliyi həll edirik. X kvadrat üstəgəl 5x çıxılsın 12 vuraq 3 36 verir. Bərabər 0. D bərabərdir. 25 çıxılsın 4 vuraq 1 vuraq mənfi 36. 144 ilə 25 toplayanda 169. Buradan x1 və x2 olacaq. Mənfi 5 üstəgəl 13 bölünsün 2. Mənfi qiymət bizə lazım deyil, çünki burada x parçadır. Ona görə mənfi 5 ilə 13'ü toplayıb böləcək 2-yə. 8 2-yə bölündə cavabımız olur 4. Deməli, AC parçasının uzunluğu 4-ə bərabərdir.